Bienvenidos a la instalación del Grupo de Amistad México. Muchas gracias. Ahora continuaremos con el himno de la República de Azerbaiyán. Por favor, mantenerse de pie. Muchas gracias. Favor de tomar sus asientos. Continuaremos con la participación de la honorable diputada Jale Aliyeva, presidenta del Grupo de Amistad Azerbaiyán-México del Milli Majlis, y agradecemos al cónsul Emin Samad por hacer la traducción consecutiva de la participación de la diputada. Adelante. Teşekkür ederim. Hörmətli həmkarlar, dəyərli dostlar. Bugün Azərbaycan ilə Meksika arasında parlamentlər arası əməkdaşlığın inkişaf baxımından mühüm bir mərhələdə bir aradayıq. Muchísimas gracias, estimadas colegas, estimados amigos y amigas. Hoy nos reunimos en una etapa muy importante del desarrollo de la cooperación interparlamentaria entre Azerbaiyán y México.
Azərbaycan-Meksika parlamentlərarası dostluq qrupunun fəaliyyəti artıq sübut edib ki, parlament diplomatiyası dövlətlər arası münasibətlərə real töhfə verən, dialoqu davam etdirən və qarşılıqlı etimadı möhkəmləndirən təsirli bir mexanizmdir. Las actividades del Grupo de Amistad Interparlamentaria entre Azerbaiyán y México ha demostrado que la diplomacia parlamentaria es un mecanismo eficaz que contribuye significativamente a las relaciones interestatales y sostenibiliza el diálogo y fortalece la confianza mutua. Dostluq qrupumuz yarandığı gündən etibarən fəal şəkildə çalışır. Qarşılıqlı səfərlər, mütəmadi görüşlər və daimi əlaqələr bu fəaliyyətin əsasını təşkil edir. Bu səfərlər sadəcə protokol xarakteri daşımır. Əksinə, tərəflərin bir-birini daha yaxından tanımasına, mövqelərin uzlaşdırılmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır. Nuestro grupo de amistad interparlamentario trabajó activamente desde su creación, visitas mutuas, reuniones periódicas y contactos permanentes constituían la base de esta actividad. Estas visitas no solo son protocolarias, sino que por el contrario crean las condiciones para que las partes se conozcan mejor, concierten posesiones y amplíen las oportunidades de cooperación. Məlumat üçün bildirmək istəyirəm ki, parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Meksikaya 2023-cü ildə həyata keçirdiyimiz ilk rəsmi səfər olduqca yadda qalan idi. Həmin səfər zamanı biz sağlam dialoq, səmimi münasibət və Azərbaycanla əməkdaşlığa böyük maraq gördük. Bu, münasibətlərimizin gələcək inkişafı üçün çox müsbət zəmin yaratdı. Yeri gəlmişkən, mən həmin dövrdə dostluq qrupunun rəhbəri olmuş və hazırda bu tədbirdə iştirak edən Azərbaycanın Meksikadakı səfirimiz tərəfindən dəvət edilən dostumuz Alberto Villa Villegas'ı da salamlamaq istəyirəm. Və həmin səfərdən əvvəl də və daha sonra da biz Meksikalı həmkarlarımızı Bakıda qəbul etmişdik. Bugün isə yenidən Meksikadayıq, yenidən böyük bir ehtiram, mehribanlıq, qarşılıqlı anlayış şəraitində qəbul edilirik, görüşlər keçirdirik. Və bu səfərlərin hər biri həyata keçirdiyimiz intensiv dialoq, əlaqələrin qarşılıqlı və bərabər hüquqlu əsaslar üzərində qurulduğunu bir daha nümayiş etdirir. Meksika parlamentinin bugün təqdimatına toplandığımız yeni yaranacaq olan Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu və onun rəhbəri xanım Dulce Maria Karina Villegas ilə də iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından müsbət dialoq qurduğumuzu xüsusi qeyd etmək yerinə düşər. Belə ki, Milli Məclis və Meksika Konqresinin sədrləri, Beynəlxalq Münasibətlər Komitələrinin sədrləri və hər iki ölkənin dostluq qruplarına rəhbərlik edən millət vəkilləri arasındakı məktub mübadiləsi də daxil olmaqla 2025-ci il ərzində Meksika və Azərbaycan parlamentariləri arasında fəal yazılı mübadilə baş tutmuşdur. Parlamentlərarası əlaqələrlə yanaşı səfirliklər səviyyəsində də intensiv və sistemli görüşlərimiz davam edir. Bu təmaslar iki tərəfli münasibətlərin daha strukturlaşdırılmış və məqsədyönlü şəkildə inkişafına imkan yaradır. Hər iki ölkənin səfirliyi öz fəaliyyətləri ilə bütün sahələr üzrə əməkdaşlığının inkişafı üçün olduqca münbit şərait yaradır. Bizim əsas hədəfimiz parlament diplomatiyasını icra edici və diplomatik institutlarla uzlaşdırmaqla əlaqələrimizi daha dərin və davamlı etməkdir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Meksikanın Qarabağ məsələsində ölkəmizin mövqeyini açıq və prinsipial şəkildə dəstəkləməsi yüksək qiymətləndirilir. Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə verilən bu dəstək münasibətlərimizin siyasi etimad səviyyəsini əhəmiyyətli dərəcədə gücləndirir. Bu mövqe yalnız siyasi baxımdan deyil, həm də beynəlxalq ədalət və məsuliyyət prizmasından böyük önəm daşıyır. Bugün Azərbaycan müharibədən sonraki dövrdə əsas diqqətini sülhə, bərpaya və dayanıqlı inkişafa yönəltmiş bir dövlətdir. Biz azad edilmiş ərazilərdə geniş miqyaslı yenidən qurma işləri aparır, yeni yaşayış məntəqələri salır, müasir infrastruktur qururuq. Bu prosesdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir və Meksika ilə münasibətlər bu baxımdan da mühüm potensiala malikdir.
Parlamentlərarası əməkdaşlıq iqtisadi, humanitar, mədəni və sosial sahələrdə əlaqələrin inkişafı üçün mühüm imkanlar açır. Biz bu platforma vasitəsilə investisiya təşəbbüslərinin təşviq olunmasına, təcrübə mübadiləsinə və birgə layihələrin həyata keçirilməsinə töhfə verə bilərik. Enerji, kənd təsərrüfatı, nəqliyyat, turizm və humanitar sahələr əməkdaşlıq üçün real imkanlar təqdim edir. Eyni zamanda humanitar və mədəni əlaqələr münasibətlərimizin ən səmimi və uzun ömürlü istiqamətidir. Qarşılıqlı mədəni layihələr, təhsil və ictimai təşəbbüslər xalqlarımız arasında daha dərin anlaşma yaradır və siyasi proseslərdən asılı olmayan möhkəm dostluq körpüləri qurur. Əminik ki, Azərbaycan-Meksika parlamentlərarası dostluq qrupunun fəaliyyəti gələcəkdə də konkret nəticələr verəcək, parlament üzvləri beynəlxalq əməkdaşlığın fəal iştirakçıları kimi çıxış edəcəklər. Çoxsaylı konstruktiv təmaslardan gəlinən nəticə bundan ibarətdir ki, Azərbaycan və Meksika qarşılıqlı hörmətə, bərabərliyə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətləri daha da inkişaf etdirmək əzmindədir. Bugün bu mötəbər tədbirdə iştirak etməyimiz də bir daha münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etdiyinin sübutudur. Və bir daha əminliklə qeyd etmək istəyirəm ki, bu yolda parlament diplomatiyası mühüm rol oynamaqda davam edəcək. Və sonda fürsətdən istifadə edərək yeni yaranan Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunu təsis münasibəti ilə təbrik edir və inanıram ki, bu qrupun fəaliyyəti gələcək uğurlarımızın təməlinə çevriləcək. Ən qısa zamanda sizi Bakıda gözləyirik.